Deməli, gəlin bu gün sizlərə sifətin dərəcələrini asanlıqla tapa bilməyiniz üçün bir neçə ipucu verim. Baxın 22-ci testimizə. Baxın uşaqlar, burada nöqtələrdən sonra siz isim görmürsünüz, düzdürmü? Dən var da, yəni ki, müqayisə dərəcəsinin göstəricisidir. Və isim yoxdur. Yadınızda saxlayırsınız. İsim yoxdursa biz en artiklı istifadə edə bilmərik. Avtomatik 3-ü və 4-ü eləyirik. Əgər isim olsaydı, artikl həmin ismə aid olardı. İsim yoxdursa, deməli, artiklları elədim, qaldı 1-lə 2. Burada görsünüz, hamısı müqayisədə idi variantların. Biz bir müqayisə erlə, morla düzəlir də. Deməli, isim olmadığı üçün artiklsızlar seçsin. 1-2 cavab ebəndi. Baxıram 23-cü testimizə. Baxın, burada əhəvi və həzəvi üstünlük dərəcəsinin göstəricisidir. Üstünlük dərəcəsi nə ilə düzəlir? S-lə, MOS-la düzəlir. Düzdür, tək hecalarda S, çox hecalarda MOS-dur. Baxın, burada MOS bizə lazımdır üstünlük dərəcəsində. Enjoyable çox hecalıdır. Bir D bəndində vardı, bir də B bəndində vardı. Baxın, nöqtələrdən sonra isim varsa mütləq siz D artiklı istifadə etməlisiniz. Ona görə də cavab oldu B bəndi. İsim varsa artikllı, isim yoxsa artiklsız. Baxın 24-də. Burada da müqayisə dərəcəsidir yenə də. Biz də nöqtələrdən sonra isim görmürük, düzdürmü? Deməli, müqayisə dərəcəsi ya R-dir, ya da mordur. İsim olmadığına görə, baxın, ya B bəndidir, ya da D bəndidir. İsim olmadığına görə də avtomatik artiklsız variantı götürəm oldu, cavab D bəndi. Baxıram 25-ə, əzəz biz bilirik ki, əzəz arasında adi dərəcə işlənir, dangerous, as. Bir də 26-ya baxaq. Baxın, biz bilirik ki, ailə içərisində elder işlənir, düzdürmü? Ona görə də olderləri elədim. Baxın, sonra dənlə heç vaxt elder işlənə bilməz. Dənlə older işlənir. Burada da elderi buna görə eləyirəm. Deməli, yadınızda saxlayırsınız ki, dəndə müqayisə dərəcəsi olduğuna görə older istifadə eləyirəm. Tina's elder sister is 2 years older than her. Cavab olacaqdır B bəndi. Deməli, ailə içərisində elder işlənir, amma dənlə older işlənir. Düzgün cavab oldu B bəndi.